Dostlar, hamıya salam. Deməli, sizinlə bu günləri Nano SMR'dir. Burada bizdə akroşkadır. Burada bizdə çox gözəl qızardılmış nənəm tərəfindən kartofumuz. Burada salami kalbasa, vlogda göstərmişdim hansı kalbasadır. Və həmən belə marin olmuş, nə deyirlər buna? Yumurta, bilmirəm, kanapə yumurta. Və burada puding, yer bədəndə qalsa. Gəlin başlayaq. Mən dəhşət acam, həmişəki kimi. Yəni mən mukbanga ac olanda ancaq çəkirəm. Çox qəşəngim. Bu iminam Rus akroşkasıdır. Sizə resepti vloglarda demişdim. Vlogda baxarsınız, burada kartof da var, hər şey. Kimlər baxıb ki, yazsın mənə ki, yazmışıq, nə baxmışıq. Çoxdandır belə kartof yemirdim mən. Belə kalbasana. Və toy. Vlogda necə demişdim, toyda hardasam 8-9-da qədər 7 ilə olmamışdım. Axırıncı dəfə toyda dayım qızının toyundaydım. O vaxtı olmuşdum. Elə dayım qızının toyu hardaydıysam, həmən zaldaydı o da. Axırıncı hardaydım, elə orada getdim. Elə alındı. Sadəcə zal dəhşət çox dəyişmişdi. Fərqli idi. Dayım qızın toyu orada olanda, orada basen falan durmuşdu, düz ortada. Bəziləri qayıqla belə girirdim. Deyəsən eləydim. Dayım qızı ona istifadə eləmədi. Zala. Amma məncə o vaxtı zalın yarısını elə o tuturdu da. Onda onu yığışdırdılar. Məndən soruşurdular ki, qohum, daha doğrusu tanımadıqlarınızın toyuna necə gedmişsiniz? Yəni mən dedim ki, mən onda çox insanı tanımırdım. Yəni heç kimi daha doğrusu tanımırdım. Gəlini tanıyırdım və anasını tanıyırdım. Mənə dedilər, tanımadım necə. Yəni siz toya gedəndə hamını tanıyırsınız toyda. Yəni qohum toyu değildi, bu da normaldı. Bildiyimə görə qohum toyuna getmirsənsə, çox insanı tanımırsan. Halbuki orada takipçilərimi gördüm. Mənlə şəkil çəkdirdilər. Vlogda da düşüblər. Mənim takipçilərim deyirəm də, çox şirindilər. Elə də gözəl qızıydı balacada, bilmirəm, belə yaşını deyə bilmərəm, bəlkə 12, bəlkə 13, bəlkə 10. Maması ilə yaxınlaşdı. Şəkil çəkdirəndən sonra da qız yaxın. Bəs sizin adınız necədir öz adınızda? Mən Nanul gedirəm. Deyirəm, nə giyiz? Kukulkaydı maşallah, baxırsansa sənə salam. Ona görə yaxınlaşmağa heç utanmayın. Sonra bir dənə də xanım şəkil çəkildirdi məndən. Sonra da holda çəkdirdilər məndən. Ama orada telefon götürmemiştim vlog çekmeye.
Üzr istəyirəm. Danışdım biraz işə görə. Takipçilərim möhtəşəmdir. Elə şirin-şirin yaxınlaşırsınız. Çəkinirsiniz. Mənə çox insan deyir ki, qıraqda mən elə göstərirəm ki, elə bu kimi söndürəcəm, amma elə deyil. Mimikam elədim. Yaxınlaşanda onsuz görürsünüz ki, mən necə təpki verirəm. Mən əksinə bu sevindirir də. Mən heç vaxt demərəm, get buradan, belə şeylər yoxdur məndə. Və hətta mənim vaxtım yoxdur səninlə söhbət eləməyə. Haradasa qaçmalı olsam belə söhbət eləyərəm. Görə belə. Keçən dəfə bir dənə bu yumurtanın dadına bax. Üstündə mayonezdir. Bu mama eləyir. Belə kanapeşkalar. Mənə TikTok'da sual verdilər. Pul yoxsa sevgi? İnanırsınız, mən dedim ki, əgər pul olsa, sevgi olmasa, mən önəmli deyil. Mənəm hər ikisi vacibdir. Sevgi də olsun, pul da. İndi bəziləri deyəcək ki, ay sənin merkantilini belə elə. Əlində pul gir. Xanım özü qazanandan sonra o öz yanındakı insana da tələbləri artır. Yəni bu normaldır. Və pis çıxmasın, mən gələcək həyat yoldaşımı və yaxud da saxlamaq və yaxud da öz evimə götürmək, yəni fikrim yoxdur. Buna da düzgün baxmıram. Ona görə nəyə görə? Çünki kişi uca bilirsiniz necədir olur. Yəni şəxsən məndə elədir də. Mən bilmirəm kimdə necədir, amma mən elə insana ailə qura bilmərəm. Mən ondan üstdən yuxarı yuxarıdan aşağı baxacağam. Ona görə sadəcə məndə olan onda da olsun. Başqa işlə mən istəmirəm. Mən orada trilyonlar, milyonlar işi, evi, gücü, mən belə qeyri-adi bir şey mən istəmirəm. Elə bildim ki, mənim üstümə gələcəklər, amma çoxları yazdı. Pul, pul, pul. Mən də belə baxıram. Sizdə də az yoxdur. Mən elə bilirdim, mənə söhüb batıracaqsınız. Amma belə olmadı. Hər insan özünə görə tay tapmalıdır. Yəni tayı olmalıdır, yəni başa düşürsünüz. Mənim valideynlərim mənim necə yaşadıbsa, elə olmasın ki, ər evinə gedəsən, sonra sən desin ki, mən sənə bunu verə bilmirəm. Və mən elə insan deyiləm ki, məsəl üçün 1 il, nə bilim, 6 ay işdən çıxsın və ya da son deyim ki, sən heç kimsən. Yox, elə şey yox. Çətinlik olsa da bir yerdə. Evdə sonra nəsə olsa bir yerdə. Yəni mən qaçan və yaxud da elə şey deyiləm. Həmişə yandayam. Prosta ki, insanda potensial olmalıdır. Mən məsəl üçün 22 yaşım yoxdur. 20 yaşım yoxdur ki, deyim ki, evi olmasın, qazanaraq belə elə. Mənim 28 yaşım var. Bu deməkdir ki, mən özümdən biraz böyük 30-35 yaş və yaxud da elə 28 yaş, 27 yaş, yəni mən yaşa fikir vermirəm, даже 26 yaş. Amma ki, mənim yanımda heç olmasa nəyisə nail olan insan olmalıdır da. Belə, bəlkə xasiyyətim çətində ola bilər, amma mən bu sevgi, çəhraya eynəyi taxdım, heç nəyi görmürəm, yox, yəni elə deyil, o getdi.
Əlbəttə mənə elə gəlir ki, yəni, sevə bilərəm yəni məncə, amma prosta ki ancaq o, başqa heç nə yox. Bu mənim düşüncəmdir. Bəlkə mən səhv düşünə bilərəm sizə görə, amma elə deyil. Ruslarda belə bir söz var. Любовь любовью, а кушать хочется всегда. Yəni sevgi sevgi ilə, amma yemək həmişə istəyirsən. Ona görə bu sevgi 6-7 ilə biraz belə gedəcək, amma ki son problemlər səndən qalacaq ömrü boyu. Gələcək uşaqlarıma da gələcəyi belə vermək istəmirəm. Ona görə belə. Mənə deyənlər, axırıca niyə yemirsən? Yedim. Yaxşı, bunu da yeyim. Bunu da deyəcəksiniz, gözləyin. Yedim. Mən bu işdən qaldım, mən başlayayım. Nə olar, mən başlayayım. Mən bir də baxın, liner elədim. Ömrümdə ikinci dəfə ucu eləyirəm. Dünənlərdə eləmişdim. Özüm elədim, ha. Heç kim eləmədi, mən elədim. Əllərim deyəsən o yerdən çıxmağa başladı. Düz yerdən. Necədir qızlar, deyin də mən liner yaraşır, nə olar tərifləyin. Oğlanları demirəm, oğlanlar heç başa düşmür. Halbuki 50% auditorum kişidir, 50% də xamdır. Yəni belə, hamısı qız deyil. Əzizlərim, çox sağ olun ki, məndən idiniz. Gündə video istəyirsinizsə partladım da bu YouTube'u. Partladım bu YouTube'u, mən sizin üçün daha çox çəkəcəm. Görürsünüz, dalbadal video çəkirəm. Deyəsən bu günləri qoyacağım yenə vlogdan sonra. Ay sizi canavar. Qudurmayım, ən vacibi sizi. Ən vacib özüm qudurmayım. Əzizlərim, öpürəm sizi. Əgər köhnə videoma baxmamızsa, bura basıb köhnə videoma baxırsınız. Burada da logo olacaq, ora basıb takip ata bilərsiniz. Çox sağ olun əzizlərim ki, məndən idiniz. Sabaha dək ya da o biri günə dək.